Salam, axşamınız xeyir olsun. Bu günləri mən pizza pişirdim. Uşaqların ən sevdiyi pizza budur bizdə. Ona görə mən pepperoni deyirlər, sadə elədim. İstəyən göbələk və yaxud da pomidor, biber, zeytun əlavə eləyə bilər. Deməli, pizzanın xəmirinə mən 2 kündəlik elədim. 2 stəkan un, 1 çay qaşığının ucunda maya, yarım çay qaşığı şəkər tozu, yarım çay qaşığı isə duz əlavə elədim və aparana qədər su, xəmiri yoğururuq. Sonra isə 40 dəqiqə falan qoyuruq özünə gəlsin. Gələndən sonra isə kündəliyirik. Bir 10 dəqiqədə elə gəlir. 180 dərəcədə duxovkada, sobada, alt üst dərəcədə bişiririk. Deməli, xəmiri yayırıq listin içinə. Üzərinə biraz ketçup əlavə edirəm. Sonra isə Holland pendiri, mozzarella mən istifadə elədim. Qauda da yaxşıdır. Bu twister pendiri də çox yaxşıdır pizza üçün. Ondan da istifadə edə bilərsiniz. Sonra isə sosiska, halal sosiskadır. Onu halqa-halqa doğrayıb üzərinə əlavə eləyib qoyuruq bişməyə. Belə hazırlayıb bişirəcək olanlara nuş olsun. Allah hər kəsə halal ruzu, bol nemət yetirsin.